olmaz yəni siqaret çəkmək. O Peyğəmbər sallallahu aleyhi və səlləm necə deyir hədisdə? Soğan və sarımsaq yeyən bizim məscidimizə yaxın dayanmasın, namazını evdə qılsın. Hə İbrahim? Niyə belə deyib? Cəmaat namazına gəlmək olmaz deyir. Kim soğan və sarımsaq yeyibsə. Niyə belə deyib? İyə görə də. İyə görə başqa hədisə deyir ki, mələklərə də əziyyət verir. İnsanlara əziyyət verən şeylər. Sən məsələn, qardaşın qıraqda yanında soğan yeyib, əziyyət verir sənə, düzdür? İyidən, yana bilmirsən, düzdür? O iyi, mələklərə də əziyyət verir, deyir. Məsciddə mələklər olaraq Allahın evində. Gəlirlər namazı müşahidə etməyə. Onlara da əziyyət verir. Ona görə alimlər bu məqamda deyirlər ki, o şeylər ki, bu hədisin mənasına aiddir, o şeylər hamısı bura aiddir. Qəbul edirsənsə, qəbul edəndən sonra hədisin mənası nədir? Pis qoxu, əziyyət çəkməsin müsəlmanlar. O, qəbul etdiyin şeylər o mənada dayanırsa, hamısı aiddir ona. Siqaret bura aid yoxsa yox? Sən bir qardaş gəlib namazda yanında dayanıb siqaret çəkib vurur. Sən əziyyət çəkirsən siqaretin iyindən. Yaxud tərin iyisi bura aid yoxsa yox? Aiddir, şək yoxdur. Burada siqaretdən getmir söhbət, soğandan, sarımsaqdan getmir söhbət. Adam var tərliyib, o iyi pis qoxu vurur və əziyyət çəkirsən. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edib məscidə gəlmək.